yanlış anlama üstüne zaten aslında. Bizim aramızdaki bu sıcak temas da aslında biraz onunla alakalı. Dada Film şirkəti 2017-ci ilin ən iddialı komediya filmini çəkməyə hazırlaşır. Azərbaycan və Türkiyədə çəkiləcək filmin aktyor heyətində Azərbaycanın tanınmış simaları Fərdə Xudaverdiyev, İslam Mehraliyev və Pərvin Abiyeva da rol alıb. Filmin çəkilişlərinə başlamazdan öncə Dada Film şirkəti Türkiyə-Azərbaycan mediasını bir araya toplayıb, görüləcək işlərlə və ssenari ilə bağlı geniş məlumat verdi. Mətbuat konferansının başlaması isə daha çox Fərdə Xudaverdiyevin boks əlcəkləri geyinərək Rəcəb İvedik obrazını canlandıran Şahan Gökbahara meydan oxuması ilə yadda qaldı. Buradan ben Şahan abime sesleneceğim. Evet, Şahan'a değil mi? Yani bu işler fizikle olmuyor Şahan abi. Ekrandan vurmak kolay da gel canlı canlı bir görelim kardeş seni. Kardeş, ay kardeş. Öpüyorum. İnşallah bizim çok güzel bir film olacak. Bizim de ilk olduğu için biz mesuliyet diyoruz. Siz Pervin ne diyorlar? Pervin mesuliyete. Sorumluluk. Çok büyük bir sorumluluk var üzerimizde. Atlatacağız. Bakü'de de sizi ayarlayacağız. İnşallah. Herkese hayırlı uğurlu olsun inşallah. Rejissorluğunu Ulaş Cihanın edəcəyi film Yanlış Anlama adlanır. Ekran işinin çəkilişləri İstanbulda və Bakıda həyata keçiriləcək. Filmin niyə məhz Yanlış Anlama adlandırılmasına gəlincə, Dada Film ve Aran Film birlikte ortak yapım de böyle bir projeye kalkıştık. Orada Aralık ayında zaten bir metin vardı ortada. Türkiye'de bizim kendi geliştirdiğimiz bir metin vardı. Ayberk Çınar'la beraber senaryolaştırdık. Ve bunun üzerine ortaya skeçler çıkarttık. Ama bu filmin aslında sadece yanlış anlama üzerine kelime oyunları değil. Tamamen karakterin aslında talihsiz yolculuğu sırasında Bakü'ye gidiyor. Orada aslında çözmesi gereken bir mesele var. Fakat bu meseleyi çözerken başına gelen olayların biraz bazı yerlerde trajikomik, bazı yerlerde absürt, bazı yerlerde karikatür şeklinde çok değerli, çok iyi bir çalışma oldu senaryo. İnşallah orada da başarıyla bunu çekeceğiz. Aprel ayında çəkilişlərinə başlanılacaq filmin lenta alınması may ayına qədər davam edəcək. 4 həftəlik prosesin yalnız 1 həftəlik hissəsi İstanbulda çəkiləcək. Yanlış Anlamada Azərbaycanlı aktyorlarla yanaşı Türkiyəli məşhurlar da yer alıb. Ben metni sevdim. Çok eğlendim. Karakter de bayağı da dişi bir karakter. Yani eğlenceli bir karakter. Başına iş gelen bir ailenin başına iş gelen bir aile üyesi olduğum için ve başına iş gelen adamları yıllardır tiyatroda oynamış bir adam olduğum için o ifadeyi ile çok eğlendiğim için tiyatral tarafını sevdim metnin daha doğrusu. Onun için de bir de çok heyecanlandırdı bu iki ülke arasındaki ilişki. Yeni insanlar tanıyacağım için. Mesela kardeşimle bir daha ben dünyanın neresinde tanışırım bilmiyorum. Ama başka bir enerji. Yani şimdi mesela şu kardeşimizi kimse tanımıyor ama çok yetenekli olduğunu ben çalıştığım zaman keşfedeceğim. Ama oturup da YouTube'a ben şimdi gireyim de İslam'ı bulayım da oradan böyle bir şeyi yakalayamazsın. Ama bazı insanlarla kader insanı öyle bir yere getirir ki o insanlarla çalışırsın. Filmdə Azərbaycanlı aktyorlar hansı obrazları canlandıracaq, özləri bu suala cavab veriblər. Mən oluram bizim gözəl aktrisamız Pərvin Abiyevanın bacı qardaş oluruq. Türkiyədən bizim elə bil nənəmizi vaxtı ikən sevən gəlir onun dalınca. Görüşürük, mən onlarla gələndə ailə gəlir o tərəfdən. Həmən orada bir qıza vuruluram. O qızın da qardaşı vurulur Pərvinə, mənim bacıma vurulur. Nəsə də belə də, nəsə. Aləm dəyər bir. Mən bacımı sonra çırpıram Pərvin. Oradan çırpırsa? Yox, elə şey yoxdur. Pərvini çırpmaq olar. Gözü hündürdür mən, başımdan bir dənə belə qoyar, qalaram yerimdə. Film çok sevilecek yani ben buna eminim. Çünkü bizim dil onlara o kadar maraqlı gəlir və eləcə də Türk dili. Ve onlar bizi çok başa düşmeye çalışırlar. Elə şeyler var ki, üzürsəm saxlayır belə ki, ne söyledin onu bir daha söyler misin? Ama biz onların filmlerini o kadar izləmişik. Əzbər bilir, danışmaq ola bilər, çətinlik çəkirik, amma tam olaraq əzbər bilirik dili. Bu bir şansdır ki, biz artıq öz dilimizi, yəni Azərbaycan dilini də tam olaraq Türk qardaşlarımıza izah eləməyə çalışaq. Və əsprili şəkildə. Bir şey gülə-gülə baxırsansa daha tez yadda qalır. Obrazınızın adı? İndən desəm açmıyor, amma çox seviləcək yəni obrazdır. Bütün iş məndədir yəni. Bir vəsiyyət üzərindən gedən bir hekayədir.
və o hekayənin də vəkili mənəm yəni. Nəsrin və Azərbaycan dilində Nəzrin baş obrazda, baş roldu. Yəni belə əsas obrazlardan biridir, çox şükür ki, epizodik və yaxud da vторой, ikinci plan deyil. Yaxşı, bəs obrazınız Nəsrin oldu, xarakteriniz necə olacaq? Xarakterində də bir dəyişkən bir xarakter deyil. Azərbaycan qızını oynayıram. Yeniyetmə, ailə qızıdır, tərbiyəli, nə bilim, orada bir cümlə var, deyir, mənim hələ əlimə kişəli dəyməyib. Yəni, elə bir qadındır, qızdır, to есть, xarakteri yaxşıdır, ürəyi, qəlbi təmizdir və türklərdən birinə, qonaq gələn türklərdən birinə vurulurlar, bir-birinə vurulur və bir-birini sevirlər. Yanlış anlamanın ssenarisi Ayberk Çınara aiddir. Film oktyabr ayında həm Azərbaycan, həm də Türkiyə kinoteatrlarında nümayiş etdiriləcək.